Ofis işi var yoldaşlar. Bu elə bir ofis işidir ki, ofis meneceri işidir. Elə bir ofis meneceri işidir ki, yəni sizdən çox şey tələb eləmir. Daha yüksəkləri var. Mən sizə amma bu videoda nisbətən az şərtli olan variantlardan bəhs etmək istəyirəm. Özdə bir neçə variantdan. Misal üçün, bu ofis meneceri işidir. Greenco şirkətindədir. Bu şirkət isə xatırlamamıza bu məişət avadanlıqları istehsal edən şirkət olmalıdır. Səhv salmıramsa, məşhur məişət avadanlıqları olan bir brend olmalıdır bu. Hər neysə, o çox da önəmli deyil. Mövzumuza qayıdaq. Mövzu nədir? Bu, Xətai metrosunun yaxınlığındadır. 5 iş gününə malikdir. 600 manat pul verilir. Nə tələb olunur sizdən? 21-28 yaşlı gənclərə meyillidirlər. Hətta deyil, üstünlük verir. İndi, yəni, sizin yaşınız 20-dirsə, 19-dursa və yaxud 30-dursa müraciət edə bilərsiniz, yəni. Amma nə tələb olunur? Punktual olun, detallara diqqətli olun, ofis proqramlarında işləmə qabiliyyətli olun. Bu bir variant idi, asan variant idi, az şərtli bir variant idi və yüksək də haqqı verirdi. Baxmayaraq ki, sizdən nə dil biliyini tələb elədi, nə təcrübə tələb elədi və s. Bu bir variant idi. Digər bir variant isə qeydiyyatçı işidir. Bu qeydiyyatçı iş isə hamınızın, çoxunuzun daha doğrusu bir çoxunuzun tanış olduğu bir yerdədir. Bakı TV-dədir. Bu Bakı TV hansı ki YouTube-da və digər yerlərdə onun kanalı var. Bax, həmin yerdə xanımlar üçün 25-35 yaşlı xanımlar üçün iş var. Burada isə misal üçün rus dilini tələb edir, əla bilməyə. İngilis dilini isə bilməsəniz də olur, amma bilməniz üstünlükdür. Həmçinin ofis proqramlarını yaxşı səviyyədə bilməyi tələb edir. Sərgəli xarici görünüş tələb edir. Bu da bir variantdır. Bundan əlavə koordinator işi var yoldaşlar. 1200 manatlıq bir koordinator işidir bu. Bu isə xarici dil bilikləri tələb edir. Azərbaycan, ingilis və rus dilini əla səviyyədə bilməlisiniz. Ofis proqramlarını bilməlisiniz və ali təhsiliniz olmalıdır. Texniki və yaxud da maliyyə sahəsində. Bu isə 1200 manat civarında əmək haqqısı var bu işin. Bundan əlavə başqa bir neçə variant da bildirim sizə. Misal üçün, ofis administratoru işi var. Bu, çox da, ümumiyyətlə, ölkəmizdən çox olan işlərdən biridir. Ofis meneceri, resepsiyon qeydiyyatçı işi. Mən sizə hal-hazırda həm ən sonuncu olanları bildirəm, belə deyim də, son 48 saatın olan. Həmçinin də az şərt olan, yəni çox şey tələb eləməyənləri seçib sizinlə paylaşıram. Yəni, elə olan ancaq bunlardan ibarət deyil, narahat olmayın. Məsələn, bu ofis administratoru işi Suyumas şirkətindədir. 21-35 yaşlı uşaqlar üçündür. Ali təhsiliniz olmalıdır. Ofis proqramlarında yaxşı səviyyədə bilməlisiniz. Rus dilini ünsiyyət bacarığı səviyyəsində bilməlisiniz. Bu da 600 manat verir. Bu da 5 günlükdür. Bu da misal üçün bunun da şərti açır. Həm birinci bayaq ki, Greenco şirkətindəki. Bu əslində nisbətən Greenco şirkətindən bir tık, belə deyim, bir pillə çətindir DNİ-yə görə. Burada çünki rus dili biliyi tələb olunur. Amma o birisində tələb olunmurdu. O da 600 manat verirdi, amma bu rus dilini də tələb edir, hətta ali təhsil də tələb edir. Amma halbuki bayaq ki, o Greenco-da olan heç ali təhsil də tələb eləməlidir, səhv hatırlamıramsa. Yəni, belə özəlliklər var. Diqqət eləməlisiniz. Sonra ağır şirkətlər qrupunda iş var. Kiçik icma mütəxəssisliyidir. Nə tələb olunur? Ali təhsil tələb olunur. Güclü ünsiyyət bacarığı tələb olunur. Ekstravert xarakterə sahib olmalısınız. Sahibkarlıq və icma mühitinə marağınız və həvəsiniz olmalıdır. Müstəqil işləmə bacarığınız olmalıdır. İngilis dilində sərbəst danışıq və yazı bacarığınız olmalıdır. Bu da misal üçün 500 manat verir. Bu da misal üçün perspektivli bir işdir. Sonra operator işi var yoldaşlar, sonuncudur. Bu misal üçün bu da 600 manat verir. Amma misal üçün bu da demək olar işini tələb eləmir. Rus dilini sərbəst bilin, danışıq və yazı cəhətdən, bir də ofis proqramlarını bilin. Misal üçün ali təhsil tələb olunmur, ingilis dili tələb olunmur, başa düşürsünüzmü? Amma 600 manat da verir sizə. Belə işlər var. İndi mən sizə bir neçəsini bildirdim və ən son, belə deyim də, son 48 saatın olan variantlarını bildirdim. İndi son 72 saatın və yaxud da növbəti günlərin də işləri ola bilər bu tipli. Ümumiyyətlə, bu işlərə də, az öncə adlarını çəkdiyim işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə, iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsini hesab bilərsiniz. Bu arada fürsətdən istifadə edeyim deyim ki, misal üçün, xatırlayıram, 450 manatlıq da çox rahat, demək olar, heç nə tələb eləməyən yazı pozu işi var.
Yəni heç nə. Zəng eləyirsiniz, bir də Excel fayla məlumatları daxil edirsiniz. Yəni elə işlər də var. Onlar da zaten diqqət eləsəniz kanalda da paylaşmışam. Bu arada daha doğrusu davam eləyək. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, orada Toğrul Əcəboğlu kanala daxil olduqda, kanala daxil olduqdan sonra siz profildə əlaqə vasitəsini görə bilərsiniz. Həmin əlaqə vasitəsindən götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.